Əldə olunan məlumata əsasən bir müddət əvvəl səhhətində ciddi problem ilə gündəmə gələn xalq artisti Fatma Mahmudova bu günlərdə tarixin bir günü verilişinin qonağı olub. Proqram çərçivəsində sənətkar musiqi sahəsindəki bəzi aktual məsələlərə toxunub və xüsusilə gənc nəslin sənətkarlarla bağlı sərt və yerində olmayan fikirlərinə münasibət bildirib. Fatma Mahmudova son zamanlar bəzi müğənnilərin cəmi bir neçə mahnı ilə gündəmə gəldikdən sonra özlərini sənətkar adlandırmasını və sənətdə illərlə çalışan əsl peşəkarlar haqqında tənqidi fikirlər söyləmələrini tənqid atəşinə tutub. Xalq artisti bildirib ki, sənətdə dəyər meyarı yalnız muğam və klassik ifa tərzi ilə ölçülməməlidir. O, estrada janrında illərlə fəaliyyət göstərən və bu sahədə öz adını brendə çevirən müğənnilərə qarşı haqsız yanaşmaları qəbul edilməz hesab edir. Sənət yalnız muğam ifa etməklə ölçülmür. Aygün Kazımova və Röya Ayxan bu ölkənin estrada sənətində simvola çevrilmiş adlardır. Onlara toxunmaq olmaz. Hər rast gələn şəxs Aygün Kazımovanı tənqid etməyə cürət edir. Bu düzgün deyil. O, uşaq yaşlarından səhnədədir və bugün də səviyyəli ifaları ilə sevilir. Fatma Mahmudova vurğulayıb ki, həqiqi sənətkar olmaq üçün uzun illərin zəhməti, dərin yaradıcılıq irsi və ictimai rəğbət lazımdır. Onun sözlərinə görə Alim Qasımov, Flora Kərimova, Brilliant Dadaşova, Arif Babayev, Zeynəb Xanlarova kimi sənətkarlar Azərbaycan mədəniyyətinin sütunlarıdır və bu dəyərlərin yerini təsadüfi şəkildə trendə düşən ifaçılarla doldurmaq olmaz. Bir-iki dəfə mahnısı trendə düşən dərhal çıxıb deyir ki, mən sənətkaram. Axı bu qədər sadə deyil. Sənət öz yerini bilməlidir. Aygün Kazımova kimi estrada sənətini elit səviyyəyə qaldırmış bir ifaçıya sayğısız münasibət göstərmək olmaz. O da, Röya da sənəti ilə danışır, heç kimə zərər vurmur. Tanınmış sənətçi qeyd edib ki, sənətdə sağlam rəqabət olmalıdır. Amma bu rəqabət tənqid və gözdən salma deyil, yaradıcılıq və keyfiyyət üzərindən aparılmalıdır. Onun fikrincə, istedadı olmayan bəzi şəxslər məşhurlaşmaq üçün yalnız tanınmış sənətçiləri hədəf almağa çalışır və bu son dərəcə yanlış və ziyanlı bir tendensiyadır.